Əziz və dəyərli izləyicilər, sizi kanalımdan salamlayıram. Əgər siz də bu cür gözəl, ağızda ovulub dağılan yüngül badam buralar hazırlamaq istəyirsinizsə, bu videonu sona qədər izləyin. Deməli, tam ölçüləri ilə badam buranın hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Əvvəlcə 1 çay qaşığı quru mayanın üzərinə biraz ilıq su əlavə edib bir kənara qoyuram ki, elə bir maya suda biraz əriyir. Hardasa aktivləşir də deyək ki. Qoyuram bir kənara, daha sonra 1 kiloqram un, üzərinə biraz duz, 1 çay qaşığı şəkər tozu, 200 qram xama, 150 qram əridilmiş yağ, 3 ədəd yumurtanın sarısı, 1 stəkan, 200 qramlıq stəkanla ilıq süd və hazırladığım maya. Əlavə edirəm, bir-birinin üzərindən hamısını unun içərisinə qatıb xəmiri yoğururam. Burada xəmirimiz biraz möhkəm, yəni süd bəs eləmədi. Odur ki, yarım stəkanın biraz yarısı qədər də süddən istifadə elədim. Bu xəmirin unun keyfiyyətindən asılı olan bir şeydir. Ola bilər 1 stəkan süd bəs eləsin, ola bilər bəs eləməsə, yenidən yarım stəkanın yarısı qədər süddən istifadə edə bilərsiniz və xəmiri yoğururam. Yoğurduqdan sonra hardasa 1 saat keçir, xəmir tam dinlənir, özünə gəlir. Deyək ki, yəni azıyır xəmir. Kündələrə bölürəm. Eyni boyda 10 ədəd kündə hazırlayıram. Xəmiri kündələdikdən sonra yenidən üzərini salafanla örtüb kündəyə düşməsini gözləyirəm. Hardasa bir 20 dəqiqə, yarım saat gözlədikdən sonra bir-bir yuxaları açıb yağlayacağam. Deməli, əvvəlcə 5 kündənin yuxasını açıb yağlayıram. Kəsib badam buraları, lentalarını kəsib hazırlayıram. Daha sonra ikinci 5 yuxanı yayacağam. Yəni deməyim odur ki, 10 kündəni 2 dəfəyə hazırlayıram 5-5. Gördüyünüz şəkildə yuxanı yaydım, açdım. Və rezin süfrənin üzərinə duru yağ əlavə edib yağladım. Ona görə duru yağ ki, yəni duru yağ donmur. Lentaları kəsib fırladanda bizim üçün rahat olsun deyə. Yəni kərə yağı rezin süfrənin üzərinə əgər çəksəydim, deməli yuxanın altında o yağın donma ehtimalı olur. O zaman badam buranın lentalarını fırladanda yuxa süfrəyə yapışır və cırılır. Onda badam buranın üz görkəmi də bişdikdə gözəl olmur. Budur ki, duru yağla yağlayın və kündələrin hamısını bir-bir yaydım, üzərini yağladım. Lakin 5-ci sonuncu kündənin üzərinə yağ vurmadım. Ona görə yağ vurmadım ki, deməli rulon formasında fırladanda, bax bu formada fırladanda onsuz da yuxanın alt hissəsi yağlıdır deyə tam səliqəli olsun. Yəni üst qatını yağlasam, badam bura bişəndə üst qatı olur ya, badam buranın orta hissəsi üst qatı aşır, sürüşmə ehtimalı olur. Ona görə ən üst qata yağ vurmaq lazım deyil. Eyni qayda ilə 5 kündəni yağladım, kəsdim bu formada. Sonra elə hazırladıkdan sonra ikinci 5 kündəni həmin formada yağladım, kəsdim. Toplam bir yerdə 34-35 badam bura alındı. Kənarlarını saymasaq 33 dənə, 32-33 dənə normal badam bura alındı. Amma kənarlarından çıxan lentalarda, nazik lentalarda bir-birinə qarışdırıb onlardan da badam bura hazırladım. 2 barmaq əynində lentaları kəsdim və biraz hamısını kündəyə qoyduqdan sonra içliyi yığdım. Bizim burada içliyimiz 500 qram qoz ləpəsi, 400 qram şəkər tozu, 2 çay qaşığı da hil içlikdə istifadə elədim. Badam buraların içliyini yığdıqdan sonra forma verirəm. Yenidən kündəyə qoyub gözlədirəm və 150 dərəcəli sobada, əvvəlcədən qızdırılmış sobada bişirirəm. Burada diqqət edin ki, badam buraların üzəri qızarmasın, üstləri qızarmasın. Çox gözəl, həqiqətən yüngül badam bura alındı. İnşallah siz də eynən bu qaydada hazırlasanız, özünüz də çox bəyənəcəksiniz. Sonunda üzərinə şəkər pudrası əlavə edirəm. Hələlik.